Salam hörmətli izləyicilər, İskəndər Aznavrov 1956-cı ildə Özbəkistanın Buxara vilayətində dünyaya gəlmişdir. 1989-cu ildə Özbəkistanda baş verən fərqanə hadisələrindən sonra yüz minlərlə Axıska türk kimi o da ailəsi ilə birlikdə Azərbaycana gəlir, Şəmkir rayonunda Kür qəsəbəsində məskunlaşır. Cihazqayırma zavodunda işləsə də fotoqrafçı kimi də fəaliyyət göstərir. 1992-ci ildə Xocalı soyqırımından sonra o könüllü olaraq orduya yazılır. Gədəbəydə yerləşən Şınıq yüksəkliyi onun adını daşıyır. O Şınığa gələrək burada olan yararsız topları yararlı hala gətirərək ermənilərə qarşı istifadə edir və ermənilərin 4 topunu və silah-sursat anbarını məhv edir. O dövrdə gərgin döyüşlərdən biri də Motodərə kəndində gedirdi. Motodərə kəndində gedən döyüşlər zamanı o düşmənin 13 texnikasına qarşı 3 texnika ilə çıxır. O cümlədən də 500 canlı qüvvəsinə qarşı 30-35 canlı qüvvə ilə döyüşə girir və bu döyüşdən İskəndər Aznavrov qalib çıxır. Və o müalicəyə ehtiyacı olsa da getmir müalicə olunmağa, arada gəlib ailəsi ilə görüşür və yenidən orduya qayıdır və o dövrlərdə ən qanlı döyüşlərdən biri də Başkənd istiqamətində gedən döyüşlər idi və onun da fəaliyyəti nəticəsində, ordumuzun fəaliyyəti nəticəsində Başkənd 72 ildən sonra azad olunur. İskəndər Aznavrovun son döyüşü isə Keçəldağ istiqamətində gedən döyüşlərdə olur. O arxada xidmət göstərməli olsa da ən qaynar nöqtəyə keçir və təsadüfən ermənilərin atdığı top vasitəsilə onun deməli topu vurulur. İskəndər Aznavrov Keçəldağda şəhid olur. Allah rəhmət eləsin və 1995-ci ildə ona Milli Qəhrəman adı verilir və Şəhidlər Xiyabanında dəfn olunur. Sağ olun, kanalıma abunə olmağı unutmayın.